Dünyada ilk atom sualtı gəmisi nə zaman istehsal edilmişdir? Bu 1954-cü ilin aprelində suya buraxılmış olan Amerika Birləşmiş Ştatlarının SSN 571 kod adı ilə istehsal etdiyi Nautilus gəmisi idi. USS Nautilus. Bu gəminin istehsal səbəbi nədən ibarət idi? Belə ki, SSR 50-ci illərin əvvəllərində raket texnologiyaları üzrə Amerika Birləşmiş Ştatlarını üstələmişdi. Belə bir vəziyyətdə Amerika Birləşmiş Ştatları vəziyyətdən çıxmaqdan ötürü belə bir atom sualtı gəmisini, yəni uzaq mənzilli bir gəminin istehsalına qərar verdi. Və dizel gəmilərindən fərqli olaraq tam inqilabi, yeni bir quruluşa malik olan bir sualtı gəmisini ortaya qoydu. 1952-ci ildə Krotonda istehsala başlanılan bu gəmi 1954-cü ilin aprelində bayaq dediyimiz kimi suya buraxıldı və 1955-ci ildə isə açıq dənizə çıxdı. Lakin bu bəs etmirdi. Gəmini real vəziyyətdə yoxlamaq lazım idi və 1958-ci ilin iyunundan gəmi Seattle-dən Skotka dənizinə yola düşdü və buna Sunshine əməliyyatı və yaxud Günəş şüaları əməliyyatı adı verdilər. Gəmi Bering boğazından çıxmalı və Skotka dənizinə girərək suyun buzun altında bir neçə ay qalmalı idi. Lakin buzun qalınlığı dənizin də dayazlaşması səbəbindən gəmi bu missiyanı yerinə yetirə bilmədi və geri qayıtdı. Avqustda isə gəmi yenidən missiyaya başlayaraq düz şimal qütbünə qədər gedib çıxmışdı. Və bu Amerikanın SSR-nin raket proqramına ən böyük cavabı oldu.